Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu lil muttaqin. Ve la udvana illa alel zalimin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Deməli biz Bədir savaşından bəhs etdik. Öncəliklə qeyd edim ki, biz siyər dərslərindən Bədir savaşına qədər gəldik, çatdıq. Lakin ara verməmizin səbəbi Ramazan ayı səbəbi ilə dərslərə ara vermişdik. Lakin bundan sonra inşallah Allahın yardımı ilə davam edəcəyik. Və biz Bədir savaşından bəhs etdik. Bədir savaşının necə gerçəkləşdi, nədən dolayı Bədir savaşı oldu, necə bu hadisələr oldu və Bədir savaşından alınacaq ibrətlər nələr idi, bunlardan danışdıq. Bugün isə Allah nəsib edərsə, Bədirdən sonra nələr oldu, Peyğəmbər sallallahu aleyhi və səlləm nə etdi? Necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm bu savaşda 14 şəhid verir və qarşı tərəfdə olan müşriklər isə 70-dən çox ölü verirlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onların içərisindən əsirlər götürür. Aleyhissalatu və səlləm bu savaşdan sonra Bədri tərk edib həmən geri qayıtmır. Allah Rasulü aleyhissalatu və səlləm orada çadır qurur və 3 gün orada qalır. Allah Rasulü aleyhissalatu və səlləm bu günlər içərisində bəs nə edir? 1. Allah Rasulü aleyhissalatu və səlləm orada yaralılara yardım edir. Yaralı olanlara aleyhissalatu və səlləm yardım edir. 2. Peyğəmbər sallallahu aleyhi və səlləm kafirlərə müslümanların gücünü göstərir. Yəni 300 nəfərlik bir ordu ilə 1000 nəfərlik bir ordu nə hala gəldi? Aleyhissalatu və səlləm gələn qıraqdan gələn kafirlərə durumu göstərərək Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edir. Üçüncüsü, Bədir quyularına yaxınlaşır və onlara deyir ki, biz Allahın bizə vəd etdiyini gördük. Bəs sizlər də Allahın sizə vəd etdiyini gördünüzmü? Onda sahabə təəccüb edir, deyir ki, Allahın Rasulü, sən ölülərə mi müraciət edirsən? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, onlar sizin məni eşitdiyinizdən daha yaxşı məni eşidirlər. Onlar sizin məni eşitdiyinizdən daha yaxşı məni eşidirlər, deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Və aleyhissalatu və səlləm bu günlər içərisində əsas etmiş olduğu şeylər, bu 3 şeydir. Aleyhissalatu və səlləmin əsas etmiş olduğu şeylər bunlar idi. Və o əsnada sahabə arasında bir ixtilaf yaşanır. Bir qrup sahabələr deyirlər ki, qənimətlər bizə aiddir. Çünki biz savaşın tam ortasındaydıq, savaşın ön safındaydıq, qənimətlər bizə aiddir. Bir qrup sahabə deyir ki, tamam siz safın öncəsindəydiniz, amma biz də Rasulullah sallallahu aleyhi və səlləmi qorumaqla məşğul idik. Biz də Allah Rasulunun bizi göndərmiş olduğu işlərlə məşğul idik. Və sahabə deyir ki, biz o qədər deyir, həddimizi aşdıq ki, deyir, Allah Rasulunun yanında səslərimizi qaldırdıq, deyir. Yəni, dünya malından dolayı, qənimətlərdən dolayı etmiş olduğumuz şeydən çox peşman olduq, deyir. Yəni, etmiş olduğumuz şeydən dolayı çox peşman olduq. Bu, nədən dolayı siyərlərdə, məsələn, zikr edilir və elm əhli bunun üzərində durur? Çünki insanlarda belə bir düşüncə var. Sahabə toplumu deyəndə ağla heç günah etməyən, heç yəni xəta etməyən, heç belə həyatı daim Allah Rasulü aleyhissalatu və sələmin istədiyi bir həyatı yaşayan insanlar kimi təsvir edilir. Lakin bu xətadır. Çünki sahabə də bir insandır. Və insan olmaz səbəbi ilə bəzən insani problemlərə düşə bilir. Məsələn, bu onlardan biridir. Siz təsəvvür edin ki, Allah mələklərini göydən onlara yardıma göndərib. Bədir əhlinin günahları bağışlanmaqla rəğmən etmiş olduğu şey nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin önündə dünya malından dolayı aleyhissalatu və səlləmin önündə səslərini qaldırırlar. Deməli, sahabə toplumu olsa belə, bizə bu qissələrdən anlaşılan şey budur ki, insani şeylər ön plana çıxdığı zaman insanların çizgidən çıxmaqları normal olan, insani olan şeylərdir. Məsələn, bununla bağlı günümüzə bir misal verəcək olsaq, bəzi insanlar deyirlər ki, məsələn, müsəlmanlarla ticarət edib, uğursuz ticarət əldə edib, deyir ki, mən bundan sonra müsəlmanlarla ticarət etmərəm. Lakin o insan bu qissələri bilmədiyinə görə, məsələn, arada sual da verir. Heç sahabə belə eləyərdi. Yəni, sən təsəvvür elə, sahabə bundan daha betərini eləyib. Allah Rasulü aleyhissalatu və sələmin önündə dünya malına görə səsi qaldırmaq nə deməkdirsə, bugün də müsəlmanların etmiş olduğu dünya malından dolayı göstərmiş olduğu təpkilər insani olan şeylərdir. Deməli, bu qissələri bilmək insana onu göstərir ki, sahabə toplumunda əgər bu şeylər olubsa, cənnət əhli olan insanlarda, İslamın ilk başında bu dinə yardım edən insanlarda bu şeylər olubsa, müsəlmanlarda da bu şeylərin olması qayət normal olan şeylərdir. Və burada əsas məsələ burasındadır ki, bəzi insanlar mən müsəlmanlarla iş görmərəm, müsəlmanlarla ticarət etmərəm dediyi zaman, sanki müşrikləri
təsqiyə etmiş olur. Sanki onlarda hər şey çox gözəldir. Sanki onlarda hər şey qaydasındadır. Tək problem müsəlmanlardadır. Belə olduğu zaman sözün lazımı budur. Amma həqiqətdə biz baxdığımız zaman müşriklər daha betər deyillərmi? Yəni müşriklər daha iyrənc deyillərmi? Müşriklər daha mundar deyillərmi? Yəni sən bir müsəlman xəta etdiyi zaman gəlib onun yaxasından tutub Allahdan qorx dediyin zaman adam özünü düzəldir. Məsələn, sahabədə olduğu kimi, sahabə nə etdi? Etdiyi xətanın fərqinə vardı və dedi biz etmiş olduğumuz əməldən çox peşman olduq. Sən müşriklərin, sən kafirlərin belə bir əxlaqı olduğunu mu düşünürsən? Məgər onlar daha xain, məgər onlar daha mala zərər vuran kimsələr deyilmi? Ona görə insan demiş olduğu şeyə fikir verməlidir. Və bu eyni zamanda bizə onu göstərir ki, gözümüzdə böyütdüyümüz və yaxud da sosial şəbəkələrdən tanıdığımız toplumlar ki var, cəmaatlar ki var, onların arxa planında olan, insani olan bəzi şeylər var. Məsələn, bir insanı uzun illər televizordan izləyirsən və ya kompüterdən izləyirsən, günün birində Allah sizi qarşılaşdırır, o toplumla bərabər hərəkət etməli olursan, o toplumla bərabər bir yerə getməli olursan, o internetdə görmüş olduğun insan, o toplum, o cəmaat, o düşündüyün şeylər baxırsan ki, biraz daha fərqlidir. Niyə? Çünki onlar da insandır. Sən bir insana bir monitor arxasından 1 saat izləməyinlə, onunla bərabər vaxt keçirtməyin, onunla bərabər yeməyin, onunla bərabər gülməyin eyni ola bilməz. Ona görə bizi müsəlman toplumlarında görmüş olduğumuz xətalar əsla və əsla onlardan soyutmamalıdır. Bilməliyik ki, insani olan bəzi şeylər var. Sahabədə o insani olan şeylər açığa çıxdığı kimi, bu qardaşlarımızda da insani olan şeylər açığa çıxır. Bizə düşən şey onları Allah və Rasulunun istədiyi şəkilə salmaq və onları islah edib düzəltməkdir. Bu da alınacaq faydalardandır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hələ geri qayıtmamışdan öncə artıq Mədinədə bir çaxnaşma düşür. Və Mədinədə olan yahudilərlə münafiqlər fitnə salırlar. Deyirlər ki, Muhammed və onun əshabı elə bir şəkildə darmadağın olub ki, onların izi də tozu da yoxdur. Yəni bir-birlərinə gəlib pıçıldadıkları, Mədinəni sirkələdikləri şey bu olur. Və bu onu göstərir ki, insanlara bir şeylər pıçıldamaq, insanlara geridən danışmaq, insanların fərqli məsələləri, insanların bir-birlərinin qəlbində nifaq oyatması bu yahudilərlə münafiqlər arasında olan onların xisləti olub. Yəni məsələn, görürsən ki, bir insandır, daim xaosu sevir, daim müsəlmanlar arasında problem olmasını sevir. İnsan bundan həzz alır. Baxırsan ki, 3 nəfərlə ayrı qıraqda pıçıldaşır, 5 nəfərlə qıraqda ayrı pıçıldaşır. Bu münafiqlərin və yahudilərin xislətidir ki, ta ki həm insanları bir-birlərinə düşürsün, həm də insanların qəlblərində qorxu yaratsın. İnsanların qəlblərində qorxu yaratmaq, insanları fitnəyə sürükləmək bu münafiqlərin və yahudilərin xisləti olub. Allah Resulü sallallahu aleyhi və səlləm əshabı ilə bərabər Mədinəyə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabı ilə bərabər Mədinəyə geri gəlir. Və təbii ki, bu mənzərəni gördüyü zaman ilk üzülənlər münafiqlərdir və yahudilərdir. Onlar bu mənzərəni gözləmirdilər. Onlar Rasulullah sallallahu aleyhi və səlləm və əshabının bir zəfərlə gələcəyini düşünmədiklərindən dolayı bu mənzərəyə ilk üzülən insanlar onlar olurlar. Və aleyhissalatu və sələmin yanında əsirlər olur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, nə edək bu əsirlərlə bağlı? Abu Bakr radiyallahu anh deyir ki, ey Allahın Rasulü, bunlar sənin əqrabalarındır. Gəl bunları sərbəst buraxaq. Bunlarla bir işimiz yoxdur. Bunları sərbəst buraxaq. Fidyə alaq, sərbəst buraxaq. Ömər radiyallahu anh deyir ki, yox ey Allah Rasulü. Gəl deyir, hər kəsin qohum əqrabasını özünə ver, biz onları özümüz öldürək və onları bu şəkildə edəcəyimizi edək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm artıq qərar verilir ki, onlardan bir qrup insandan fidyə alınacaq, yəni pulu olanlardan fidyə alınacaq, olmayanlardan oxuma yazma bilənlərdən müsəlmanların övladlarına, müsəlmanların oxuma yazma bilməyənlərinə oxuma yazma öyrədiləcək və bunun müqabilində sərbəst buraxılacaqlar. Bir qrup da nə oxuma yazma bilmir, nə də pulu yoxdur. Bəs bunlara nə olacaq? Allah Resulü aleyhissalatu vesselam onları da sərbəst buraxır. Və burada elm əhli deyir ki, diqqət edin Abu Bakrla Ömərin vermiş olduğu qərar. Biri onları sərbəst buraxılmasını istəyir, biri isə onları öldürülməsini istəyir. Elm əhli deyir ki, necə də insanın fitrəti belə məqamlarda çox önəmli bir rol oynayır. Yəni bir insan düşün, daim fərqli bir xislətdədir və qərar verəcəyi əsnada şəri ölçülər öz yerində, bir də onun daxili xisləti, bir də onun xasiyyəti verəcəyi qərarlarda necə də rol oynayır. Məsələn, Abu Bakr radiyallahu anh fərqli bir adamdır, Ömər radiyallahu anh fərqli bir adamdır. Və bu fərqlilik qərar əsnasında da öz təsirini göstərir. Və bu qərar verildikdən sonra Allah subhanahu wa ta'ala Ənfal surəsində olan ayəni nazil edir. Peyğəmbərə yer üzərində
Çoxca kafir öldürmədən əsir götürmək yaraşmaz, deyir Allah Azza və Cəllə. Və sonra deyir ki, siz dünya həyatının mənfəətini istəyirsiniz. Allah isə sizin deyir, axirəti qazanmağınızı istəyir. Bir sonraki ayətdə isə Allah Azza və Cəllə buyurur ki, əgər Allah tərəfindən öncə təyin edilmiş bir hökm olmasaydı, yəni qənimətlərlə bağlı və Bədr əhlinin bağışlanması ilə bağlı, əgər öncədən bir hökm olmasaydı, almış olduğunuz bu fidyənin müqabilində hökmən sizə bir əzab toxunardı. Və bu ayə səbəbi ilə Peyğəmbər sallallahu aleyhi və səlləm və əshab ağlamağa başlayır. Burada bu qissəni daim yadda saxlayın. Baxın, bəzi kafirlər deyirlər ki, Muhammed bu kitabı özü uydurub. Və bu da o şeyin dəlillərindəndir ki, bir insan uydurmuş olduğu kitaba haşa, belə bir şey əlavə eləyə bilməz ki, mən bir toplumun lideriyəm və toplumun önündə bir qərar vermişəm və iddia edirəm ki, mənə vəhiy gəlir, Allah tərəfindən idarə edilirəm və sonra da çıxıb insanların önünə desin ki, Rəbbim mənə bu ayələri nazil etdi, Rəbbim mənə almış olduğunuz fidyənin müqabilində sizə əzab toxunardı desin və bir liderdə otursun, ağlasın. Deməli, bu onu apaçıq bir şəkildə göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəhiy alırdı, Allah Rasulü sallallahu aleyhi və səlləm bir hərif belə Allah Azza və Cəllənin kitabına haşa əlavə etməmişdir. Bu da apaçıq bunun dəlillərindəndir. Müsəlmanlar arasında ikinci bir ixtilaf daha yaşanır. O da nə idi? Deyirlər ki, Bədr savaşında bizim önümüzdə bizim qardaşlarımız var idi. Hansılar ki, onlar Məkkədəykən bizimlə bərabər iman gətirdilər. Sadəcə hicrət etmədiklərindən dolayı məcburi bir şəkildə kafirlər tərəfindən savaşa çıxarıldılar. Bunların halı nə olacaq? Bunların hökmü nə olacaq? Sahabə arasında bir ixtilaf yaşanır. Və Allah Azza və Cəllə bu xüsusda ayə nazil edir. Bildiyiniz məşhur ayə, mələklər onların canlarını aldığı zaman soruşacaqlar, siz yer üzərində nə haldaydınız? Onlar da deyirlər ki, biz yer üzərində zəif kimsələr idik, edə biləcəyimiz bir şey yox idi. Onda mələklər nə deyirlər? O canlarını almış, nəfslərinə zülm edənlərin canlarını aldığı zaman Allahın ardı, Allahın yer üzü geniş deyilmiydi ki, siz oradan hicrət edəydiniz. Çünki Allah Azza və Cəllə nə dedi? Onların varacağı yer cəhənnəmdir. Ora necə pis bir yerdir. Bu ayə ilə bağlı ixtilaf edən alimlər deyirlər ki, ayənin zahirinə baxdığımız zaman həm kafirlərə bir xitab ola biləcəyindən, həm də müsəlmanlara bir xitab ola biləcəyindən dolayı gəldikləri sonuc budur ki, deyirlər ki, həm bu ayə kafirləri əhatə edir, həm də müsəlman olan insanlara əhatə edir. Dolayısıyla o ordunun içərisində həm müsəlman olan insanlar var idi, həm də eyni zamanda mürtəd olan insanlar var idi. Onlar necə mürtəd oldular? Deyir, onlar gəldilər, orduya baxdılar. Və tam savaşın ortasında Allahın dinini tərk etdilər. Dedilər ki, bizim ordumuz, yəni bizim gəldiyimiz ordu 1000 nəfərlik bir ordu var. Ordunun gücünə bax. Qarşıda isə Muhammedin 300 nəfərlik ordusu var. Tam deyir, bunu gördükləri zaman onlar Allahın dinini tərk etdilər. O səbəblə burada həm kafir olan insanlar var, həm də müsəlman olub nəfslərinə zülm edən insanlar var, deyir elm əhli. Doğrusunu isə Allah Azza və Cəllə bilir. Burada bir Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hadisə yaşanır. Əsirlərin içərisində Əbul As deyə birisi var. O da Peyğəmbər sallallahu aleyhi və səlləmin qızının əridir. Aleyhissalatu və səlləm ondan da fidyə alacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan fidyə alanda həmin adamın şeyi olmur, yəni bəlli bir məbləği olur, gerisini yetişdirə bilmir. O zaman xəbər edirlər, əhlindən yəni fidyəni tamamlayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləmin qızı boğazındakı sepi göndərir. Gəldiyi zaman Allah Rasulü aleyhissalatu və səlləm o sepə baxır və kövrəlir. Onda deyirlər ki, Allah Rasulü, səni kövrəldən şey nədir? Deyir, bu Xədicənin evləndiyi zaman qızıma etdiyi hədiyyədir, deyir. Bu Xədicənin evləndiyi zaman qızıma etdiyi hədiyyədir. Və aleyhissalatu və səlləm insanlardan xahiş edir, geri qaytarmaqla bağlı bundan bu şeyi götürməyək və şərt qoşur. Qızımı boşayacaqsan, səni o şərtdən sərbəst buraxıram, qızımı mənə geri göndərəcəksən. Adam da razılaşır. Təbii sonra həmin insan geri gəlir, hidayət olunur və Peyğəmbər sallallahu aleyhi və səlləm qızı ilə yenidən evlənir. Lakin alınacaq ibrət burada nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicəyə olan sevgisi, savaşın ortasında belə, əsirlərin içərisində belə olan sevgisini yenə xatırlayır, yenə onu unutmur. Tam əsirlərlə etdiyi bir savaş ortamında belə Peyğəmbər sallallahu aleyhi və səlləm əsirlərlə etdiyi müamilədə belə öz zövcəsini xatırlayır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Xədicəni sevirdi. Bu da Allah Rasulü aleyhissalatu və səlləmin yenə Xədicə anamıza olan sevgisi və vəfası ilə olan bağlı bir ibrətli bir qissədir. Və bu qissədə, həmin bu məsələnin içərisində diqqət etdinizsə Peyğəmbər sallallahu aleyhi və səlləm bir qrup insandan oxuma yazma müqabilində nə etdi? Aleyhissalatu və səlləm onları sərbəst buraxdı. Bugün bəzi insanlar iddia edirlər, deyirlər ki, deməli bu bizə onu göstərir ki,
Bizim övladlarımız da kafirlərdən, ateistlərdən, deistlərdən, dinsizlərdən, Avropada, Amerikada, dünyanın harasında olursa olsun, kafir insanlardan gedib elm ala bilər, onlardan elm öyrənə bilər. Niyə? İşte Peyğəmbər sallallahu aleyhi və səlləm nə etdi? Peyğəmbər sallallahu aleyhi və səlləmin də bu qissəsi bizim əlimizdə dəlil deyirlər. Fəqət biz baxdığımız zaman görürük ki, heç məgər iki vaqiyə bir-birinə uyur. Allah Resulü sallallahu aleyhi və səlləmin güc əlində. Öyrədəcəkləri şey bəlli. Peyğəmbər sallallahu aleyhi və səlləmin onlardan tələb etmiş olduğu şey bəlli. Yəni, adam sənin qarşında əsirdir. Yəni, sənin övladını necə səndən uzaqlaşdıra bilər? Sənin övladına necə Abu Ləhəbin dinini, Abu Cəhəlin dinini öyrədə bilər? Belə bir şey mümkündürmü? Mümkün deyil. Fəqət bu günləri biz baxırıq. Sənin övladını kafirlərə təslim etməyin Peyğəmbər sallallahu aleyhi və səlləmin o dönəmdə yaşanan qissə ilə eyni deyil. Həmin bu kafirlər sənin övladını, həmin bu kafirlər sənin övladını nə edirlər? Gücləri yetdiyi qədər dinsizləşdirirlər. Və həmin o uşağı səndən almağa da artıq kim kimin əlində əsirdə orasını da sən düşün. Yəni, sənin uşağına məsələn Avropanı düşün. Avropada adam nə deyir? Sən uşağını deyir, mənim məktəbimə gətirəcəksən. Gətirmədiyin təqdirdə deyir, sənin övladını səndən alaram. İndi sən mi əsirsən, o mu əsirdir? Və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində olan hadisə ilə bunun nə qədər əlaqəsi var? Onun da var. Sən düşün ki, ta ki, insan övladını kafirlərə təslim etməklə, baxın, məsələn, Osmanlı dönəmində Abdülhəmidin belə bir projesi olur. Övladlarımız oxuyacaqlar, Avropaya gedəcəklər, fərqli yerlərdən inkişaf edib gələcəklər. Abdülhəmidin bu projesi necə qarşılıq görür? Həmin o yetişən uşaqlar, həmin o müsəlmanlara, İslama fayda verəcəyi düşünülən uşaqlar günün sonunda Abdülhəmidi yıxan uşaqlar olur. Günün sonunda Abdülhəmidi yıxan uşaqlar olur. Demək ki, biz İslamın bizə öyrətmiş olduğu çizgidən kənara çıxdığımız zaman nə baş verir? Baş verən şey insanın dinini itirməsidir. Baxın, kral və uşağın qissəsində belə bir hadisə yaşanır. Uşaq qissənin hamımız bilirik. Qissənin sonunda nə baş verir? Uşaq daşı əlinə alır və tam o heyvanı atacağı əsnada nə deyir? Deyir, ey Rəbbim, əgər deyir kralın dedikləri, rahibin dedikləri doğrudursa, bu daş ona isabət etsin və o da ölsün. Elm əhli deyir ki, bu uşaq həm sehirbazdan elm alır, həm də rahibin yanına gedir, ondan din öyrənir. Belə olduğu halda deyir, onun ağlı bulanlıqdır. Bulanlıq olan ağılla nə deyir? Əgər dedikləri haqdırsa, deməli bir şeylər onun ağlını bulandırıb. Demək ki, həm insan kafirlərdən, həm insan müsəlmanlardan, xüsusən uşaq elm aldığı zaman onun bütün ayarları qaçır. Ona görə bizə bu qissəni önümüzə dəlil olaraq gətirənlərə deyirik ki, bu qissədə sizin əldə edə biləcəyiniz heç bir dəlil yoxdur. Uşaq ən dəyərli şeydir və uşaq bir kafirə təslim edilməz. Uşağı mütləq eğitməsi gerəkən, öyrətməsi gerəkən insan ya müsəlman olması, ya dini həssasiyyəti olması, ya da bir müsəlmanın nəzarətində olması gərəkir ki, o uşaq dinini öyrənsin. Təbii buradan belə bir algı da çıxır sonra. Yəni, madəm belədirsə, bizim övladlarımız cahil mi olsun, bizim övladlarımız universitetə daxil olmasınmı, Avropaya getməsinmi və s. Bizim ölçümüz hər zaman Allah və Rəsuludur. Yəni, biz Allah və Rəsulunun önünə keçə bilmək. Heç bir məsələdə insan Allah və Rəsulunun önünə keçməməsi gərəkir. Keçdiyi təqdirdə başına gələcək müsibətlər də bunlardır. Necə Şeyx Albaniya bu barədə sual verəndə, küfür diyarlarına gedib orada uşaqların elm öyrənməsi ilə bağlı, Şeyx Albani deyir ki, günün sonunda deyir, sənin uşağın deyir, kafir olacaq deyir. Şeyx deyir, necə ola bilər belə bir şey? Mən deyir, bunu istəmirəm. Deyir, əgər bunu istəmirsənsə deyir, pis yuxu görmək istəməyən insan deyir, pis məkanlarda gəzməz. Əgər sən günün sonunda pis bir şeylə qarşılaşmaq istəmirsənsə, mütləq pis yerlərdən qaçınacaqsan. Biz də övladlarımızı qoruyacağıq, onlara elm öyrədəcəyik, onlara dünyanı öyrədəcəyik, onlara inkişaf etdirəcəyik. Amma bizim ölçülərimiz var. Şərii ölçülərə riayət edərək, o ölçülərlə bərabər həm Allahın dinini ucaldacaqlar, həm də dünyalarını qorumuş olacaqlar. Bu qissədə alınacaq ibrətlərdən diqqət edin, Allah subhanahu wa ta'ala Bədr əhlinə çoxca fəzilət verdi. Həmin o fəzilət nə idi? Allah onları bağışladı. Allah onları cənnətlə müjdələdi. Allah azza və cəllə həmin o toplumu elə bir hala gətirdi ki, Allah azza və cəllə o toplumu qiyamət gününə qədər insanların dilinə əzbər etdi, onları bir məsələ etdi, onları bir mövzu etdi və insanlar onları hər daim bu şeylə yad eləyəcəklər. Bəs nədən dolayı Allah azza və cəllə bu fəziləti onlara verdi də, onlardan sonra gələnlər onların fəzilətinə çata bilmədilər. Təbii, onlardan sonra gələnlər də fəzilət sahibləridir, amma bunlar qədər xüsusiləşmədilər. Çünki Allah subhanahu wa ta'ala bu dinin, bu davanın başında bu dinə zəhmət verən,
əlini daşın altına qoyan insanlarla sonradan gələn insanları bir-birindən ayırdı. Yəni bəzən biz deyirik ki, nə fərq var? Bir insan müsəlman, köhnə müsəlmandır və yaxud da yeni müsəlmandır. Bax Allah Subhanahu va Taala Bədr əhlini, çünki 300 nəfərlik bir ordu ilə qalıb, 1000 nəfərlik bir orduya baxıb, 1000 nəfərlik ordunun gözünün içinə baxıb, mütləq Allah bizə vəd etdiyini verəcək demək, yəni bu həqiqətən də İslamın ən çətin anlarında əli daşın altına qoymaqdır. Yəni məsələn biz 97-ci ildə, 2000-ci ildə dəvət edən insanlara baxırıq. Görürük ki, o günləri insanlar necə bir əziyyət çəkiblər. Yəni məsələn adam bu dəvət üçün 2001-də, 2002-də, 2003-də əziyyət çəkib, saqqalı qırxılıb və bu uğurda bir məşəqqətə məruz qalıb, çətinlik görüblər, əziyyət görüblər. İndi o müsəlmanla, o dəvətçi ilə 2026-da insanları dəvət edən bir dəvətçi məgər eyni ola bilər? O günkü toplumla bugünkü toplum eyni ola bilər? Yəni bu günləri, məsələn, baxırsan ki, cavanlardır, çıxıblar, TikTokda saqqal, sən o saqqalı ki, TikTokda çıxıb insanları dəvət edirsən, həmin o dönəmdə insanlar əziyyət çəkiblər 97-də, 2000-də, 2001-də saqqalları qırxılıb, üzləri qırxılıb, söyülüblər, təhqir ediliblər və buna rəğmən dəvətlərinə davam ediblər. Buna rəğmən Allah Azza və Cəllənin dinini insanlara çatdırıblar, yaxşılığı əmr ediblər, pislikdən çəkindiriblər. Bu günləri sən həmin o saqqalla çıxmısan insanların önündə din anlatırsan. Məgər sənin fəzilətinlə o insanların fəziləti eyni ola bilər? Mümkün deyil. Ona görə biz İslamda öncə olan insanlara mütləq dəyər verəcəyik. Onların qədirlərini biləcəyik, onların şanlarını uca tutacağıq. Bu sünnət olan bir şeydir. Baxın, Ömər radiyallahu anhu, o qədər sahabə var. Ömər radiyallahu anhu öz kürsüsündə oturduğu zaman yanına Bilalı çağırır, yanına Həbbabı çağırır və deyir ki, ey Həbbab deyir, de görüm, deyir, bu din uğrunda sənə nələrə məruz qaldın, başına nələr gəldi? Həbbab radiyallahu anhu deyir ki, ey Ömər, danışmaq istəmirəm. Bir də soruşur, bu din uğrunda başına nələr gəldi? Deyir, ey Ömər, danışmaq istəmirəm. Bir də soruşanda Həbbab radiyallahu anhu üzərində olanı qaldırır və ravi deyir ki, vallahi deyir, kafirlər ona o qədər əziyyət vermişdilər ki, onun belində deyir, bir dənə salamat yer qalmamışdı. Yəni onun dərisinə aid heç bir şey qalmamışdı və onda deyir, Ömər radiyallahu anhu hönkür-hönkür ağlamağa başlayır. Yəni bu dinin başında əziyyət çəkən insanlar Ömərin yanında oturacaq insanlardır. Ömər radiyallahu anhunun biri sağında, biri də solunda oturacaq insanlardır. Amma bu günləri baxırsan ki, yerlər dəyişib. Cavan oğlandır, dünən iman gətirib, bugün baxırsan ki, 10 ilin, 15 ilin müsəlmanını qınıyır, onu təhqir eləyir və ya onu qorxaqlıqla suçluyur və ya onu başqa bir şeydə ittiham edir. Fəqət anlamadığı bir şey var. Sənin 2026-da insanların önünə çıxıb cürətli danışmağın və yaxud da 2026-da TikTokda oyun çıxarmaqların, arxada nəşid qoymaqların, bunların heç birisi səni o fəzilətə çatdıra bilməz. Sən bunu 2003-də eləsəydin, 97-də eləsəydin, 98-də eləsəydin, bugün də eyni şeyi eləsəydin, deyərdi ki, bəli, sən həqiqətən də o kişilərdənsən. Amma bu günləri nəinki sən o günün məşəqqətinə dözmək, o günün təhqirlərinə dözmək, o günün saqqal qırxılmasına dözmək, bu gün eşidirsən ki, başqa bir müsəlmanın başına bir iş gəlib. Düzdür? Baxırsan ki, həmin adam ümumiyyətcə yerli diblikdir. Ümumiyyətcə sanki belə bir adam heç ümumiyyətcə piyasada olmayıb. Səbəb nədir? Səbəb bu dava, bu din ağırdır. Onun yükü ağırdır. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm bu kəlmə ilə gələndə Varaqanın yanına nə dedi? Ey Muhammed dedi, kaş ki dedi, qövmün səni çıxardanda mən də sənin yanında yer alsaydım. Yəni sən insanlara bunu çatdıracaqsan, elə düşünmə ki, heç bir şey olmayacaq. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm özü təəccüb edir. Mən onlara nə deyəcəm ki, deyir? Yəni onlar həqiqətən məni yurtlarımdan mı çıxaracaqlar? Onda Varaqa nə deyir? Sənin gətirdiyin bu kəlməni gətirən elə bir kimsə olmayıb ki, mütləq ona əziyyət edilməsin, o yurdundan çıxarılmasın, o insanların sözlərinə məruz qalmasın. Amma indi baxırsan ki, uşaq da çıxıblar, düzdür? Özündən öncəkilərə dil uzadır. Və ya biri çıxıb, keçən dəfə danışır, deyir ki, Azərbaycanda dəvətçi var, deyir. Azərbaycanda filan şey var, deyir. Baxırsan balaca, yəni 19 yaşı indi olub, insanlara təyin edir. Yəni sənin yaşın qədər insanların bir dəvət həyatı var, insanların bir dəvət təcrübəsi var. Lakin insan bunun qədrini bilməyəndə, insan özündən böyüklərə hörmət etmədiyi zaman başına gələcək şey nədir? İlk küləkdə görürsən ki, ortalıqda yoxdur. Nə qədər belə insanlar gözünüzün önünə gətirin, gəliblər, gediblər, yoxdur. Niyə? Çünki havadır. O hava balondur, şir bir yerdə partlayır. Amma ağlı səlim olan insanlar, Allahın qoruduğu insanlar, Allahın muvaffaq etdiyi insanlar, baxırsan ki, o gün nədirsə, bu gün də eyni adamdır. O gün danışdığını bu gün də danışır. O gün sabit qaldığı kimi bu gün də sabit qalıb Allah Azza və Cəllənin yardım etməsi ilə. Demək ki, o ilk başda olan müsəlmanlara daim hörmət edəcəyik və o müsəlmanlara baxın diqqətlə, görəcəksiniz ki, onlarda bir təvazökarlıq var. Həmin o gənclər də o təvazökarlıqdan istifadə edirlər. Məsələn,
Oturursan indi müsəlmanları tanış edirsən, deyirsən ki, bax bu qardaş 15 ildir müsəlmandır, 20 ildir müsəlmandır. O məclisdə olan yeni gələn adam təəccüb edir. Bu deyirsən, biraz da fəzilətindən danışırsan, bax bu olub, bu olub, bu olub, başına bu şeylər gəlib adamın, bu olub və s. Baxırsan ki, bu təəccüb edir, amma onun gözündə fəzilət sahibi kimdir? O məclisdə olan 3 gündə iman gətirən, ortalığı dağıdan, ağzına nə gəldi danışan, o yaşlı insanları qorxaqlıqla ittiham edən insan. Bu yeni gələn adam bilir, elə bilir ki, o 15 illik fəzilət buna aiddir. Yəni gözündə onu böyütməyə başlayır. Amma o yetim də, o birisi də təvazökar olduğundan dolayı, səsi çıxmadığından dolayı, dolayısıyla yəni aslanlar susub, çaqqallar isə danışmaqdadır. Allahdan qorxmaq lazımdır. Necə İmam İbn Qayyim rahimehullah buyurur ki, ən gözəl şey insanların hədlərini bilməsidir. Yer üzərində ən gözəl şey insanların hədlərini bilməsidir. Hər kəs həddini bilsə, necə də insanların işləri yoluna düşər. Ona görə bu TikTokda çıxan, Instagramda çıxan, orada-burada çıxan bu dəvətçi adı ilə çıxan uşaqlar, bunlar bəlli bir müddət çıxıb, sonra isə yox olacaq kimsələrdir. Müslümanlara gərəklidir ki, ağır başlı olan, sağlam olan, yəni sən düşün ki, hansı ağaca etibar eləyərsən? Bir ağacın kökü var. O kök sağlam bir yerə dayanıb. Bir də var küləkdir. Bu gün var, sabah yoxdur. Bir gün çıxır, sabah itir. Sabah çıxır, bir gün yoxa çıxır. Belə insanlardan mütləq insanlar uzaq olmaları gərəkir və eyni zamanda özlərindən öncə olan insanlara hörmət edib və topluma da bunu aşılamaq lazımdır. Yəni gənclərə öyrətmək lazımdır ki, bax bu səndən öncə 20 ildir müsəlmandır. Səni buna hörmət etmən lazımdır. Bu 97-də müsəlman olan insandır. Bu 2000-lərdə müsəlman olan insandır. Sənin buna hörmət etmək borcun var. Çünki o səsi çıxmır. O təvazökarlığından, yaşlılığın ona gətirmiş olduğu ağır başlılıqdan dolayı səsi çıxmır. Lakin bizim üzərimizə düşən şey bu insanları topluma tanıtmaq, o gənclərə də hədlərini bildirməkdir. Və dediyim kimi buradan da alacağımız ibrət budur ki, Allahın dinində öncə olan insanların xüsusi bir yeri var, xüsusi dəyəri var. Onlar, Allah və Rasulü bizə bu dəyəri öyrətdiyi kimi, biz də insanlara, özümüzdən sonra gələnlərə bu dəyəri öyrədəcəyik ki, ta ki, daşlar öz yerinə otursun və hər kəs öz həddini bərabərində bilmiş olsun. Azza və Cəllə bizi peyğəmbərlərlə, salihlərlə, sıddıqlarla, şəhidlərlə bərabər etsin. Allahümmə əmin və axiru davana elhamdülillahi rabbil aləm.